Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Hamınızı hoş gördük. Salam değerli TikTok ve YouTube Short videosunu izleyicileri, mükemmel evimizde ve belə mükemmel havada her birinizi hoş gördük. Evimizin qiyməti 98 mindən 95 minə endirilibdir. Bütün kommunalları var. Mesela gaz sayğacı, suyu ve ışığı, her bir şeyi var. Ve bu arada fürsətten istifade edirəm değerli izleyicilerimiz. Her birinizin həmrəylik günü təbrik edirəm. Allah sizə can sağlığı ve bol ruzu bərəkət versin. Mən də Rəcəb ayı münasibəti ilə hər kəsi təbrik edirəm. İnşallah oruç tutanların Allah orucunu qəbul eləsin. Tutmayanları da tutanlardan inşallah sevap nəsib eləsin. Amin Allah deyirəm 051 558 08 28 değerliniz Rəşən bəyin əlaqə nömrələridir. Və eləcə də sevimliniz olan Aysun xanımın əlaqə nömrəsi 055 570 96 40. Ya Allah deyirik, keçirik təqdimata. Ya Allah. Bismillah. Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlərə çox gözəl, möhtəşəm, yola yaxın, sağa gedən yol deyilən ərazidə 6 qaraj üstü ev, bir möhtəşəm evimizin çəkilişinə gəlmişik. Evimizin alt mərtəbəsi, birinci mərtəbəsini görürsünüz. Otaqlar eləmək olacaq şəraiti olan belə bir mükəmməl yeri mövcuddur, tam sıvanıbdır. Ağac polivır girişinə yaşar birinci mərtəbədə. Amma bura yarı zirzəmi gedir, biz otaq saymırıq. Evimizin qiyməti 98 mindən 95 minə endirilibdir. Yerdən 14 daşın üstündə olan evdir. Burada kombi otağıdır. Dostlar, evimizin daxil olacağım içinə inşallah. Ətraflı kanalımızı bəyənməyi, abone olmağı da unutmayın. İnşallah. Evimizin çornukatı var, dama çıxış hissəsi var. Ya Allah'ın adı. Koridor sistemli evdir. Gördüğünüz kimi tapşkalarımızı giyinək, daxil olaq evimizin içinə. Belə gözəl koridoru, işıqlandırılması, belə iri, gözəl mətbəxi, dostlar. Geniş, iri, böyük zalı, çox səliqəli, çılçırağına qədər hər bir şəraiti var. Panorama pəncərələrdir, mətbəx və gördüğünüz kimi zalı. Deməli, burada detski otaqdır, uşaq otağıdır, gördüğünüz kimi çox səliqəlidir. Koridoru gördüğünüz kimi geniş, iridir. Şkaf dolab yığmaq üçün burada yerləri var. Sanitar qovşağıdır, sonda göstərəcəm. Otaqların genişliyini göstərim dostlar. Yataq otaqlarıdır və digər yataq otağımızda. Evimiz çox, belə deyim də, səliqəli tikilibdir, moşlu tikilibdir. Makler evi deyil, onu da nəzərinizə çatdırım. Şəxsi tikili evdir və bugünkü günü makler evlər